Salam əziz izləyicilər, bugün Amazon meşəsi və Sahara səhrası üzərindən alçaq və yüksək təzyiq sahəsini öyrənəcək. Amazon meşəsi alçaq təzyiq sahəsində yerləşir, Sahara səhrası isə yüksək təzyiq sahəsində yerləşəcək. Alçaq təzyiq sahəsində biz havanın əsasən qalxan hərəkətini müşahidə edəcəyik, yüksək təzyiq sahəsində isə əsasən enən hava. Alçaq təzyiqdə olan qalxan hava soyuyub yağıntı verəcək. Çünki soyuyan hava yağıntı verir. Niyə? Çünki doyma nöqtəsinə çatır. Enən hava isə yağıntı vermir. Ona görə də hava quraq olur yüksək təzyiqdə. Hava əgər yağıntılıdırsa, deməli göy səma buludlu olacaq. Quraqdırsa açıq, aydın və buludsuz olacaq. Deməli yüksək təzyiq buludsuz, alçaq təzyiq buludlu. Əgər hava buludludursa, deməli səpələnən radiasiya olacaq. Deməli alçaq təzyiqdə əsasən səpələnən radiasiya müşahidə edilir. Əgər hava quraqdırsa və buludsuzdursa, əsasən düz radiasiya müşahidə ediləcək. Əgər hava yağışlı və rütubətlidirsə, deməli biz burada üzvi və kimyəvi aşınmanı müşahidə edəcəyik ki, bu da üzvi aşınma canlı olan yerdə, kimyəvi aşınma isə rütubətli su olan yerlərdə olur. Əgər hava quraqdırsa, biz burada fiziki aşınma müşahidə edəcəyik. Onu da qeyd edim ki, fiziki aşınma tropik səhralara aiddir, qütb səhralarına aid deyil. Çünki fiziki aşınma üçün bizə yüksək temperatur amplitudu lazımdır ki, o da səhralarda olur. Alçaq təzyiq sahələrinə ekvatorial və mülayim təzyiq sahələrini misal göstəririk. Yüksək təzyiq sahələrinə isə tropik və qütb enliklərini misal göstərə bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm.